Bizim studiyamızın 4 istedadlı genci var, əziz tamaşaçılarımız. Bilirsiniz ki, gənclərimiz hər zaman yeni uğurlarla bizi sevindirirlər və bu dəfə dəvət etdiyimiz gənclərimizin əldə etdiyi uğur bizi çox sevindirir. Niyə görə? Çünki mütəmadi olaraq yenilənir, yeni texnologiyalar olsun və biz mütəmadi olaraq söhbət əsasında mövzuya əsasən süni intellektdən də danışırıq. Süni intellektin verdiyi fəsadlar olsun, müsbət tərəfləri olsun, buna toxunuruq. Amma bu istedadlı gənclər məhz Azərbaycanda ilk dəfə süni intellektlə çəkilmiş filmlər festivalını həyata keçirməyi bacardılar. Yəqin ki, buna çox uzun müddət hazırlaşdılar və onların yanında onlara dəstək olan insanlar oldu ki, buradan onların hər birinə təşəkkürümü bildirirəm. Bugün isə artıq o festival geridə qaldı, keçirildi, qaliblərimiz var və süni intellektə doğru düzgün yanaşma məhz bu gənclərin vasitəsilə hər birimiz üçün bir örnəkdir ki, əgər bu yenilik varsa, bu imkanlar yaradılırsa, bundan doğru düzgün istifadə edək. Qonaqlarımı istəyirəm, böyük məmnuniyyətlə sizə təqdim edim. Festivalın təsisçisi Murad Şükürlü bizimlə bərabərdir. Media direktoru Səməd Ağayevi salamlayırıq. Mirvüqar Abdulov, art direktor və təbii ki, gəlib çatırıq bu festivalın qalibinə. Rəvan Muradov, yerli nominasiya üzrə qalib olub. Siz də təbrik edirik. Yerli filmlər üzrə qalibimiz sizi təbrik edirik. Bir neçə dəqiqədən sonra, yəni söhbət əsasında gəlib sizdə çatan kimi sizin filminizdən həm danışacaq, həm də tamaşaçılara qısa bir fragmentini təqdim edəcək ki, görmüş olsunlar. Murad, icazənlə səndən başlayalım. Olarmı? Xoş gördük, xoş gəlmişsiniz. Xoş gördük. Təbrik edirəm. Bilirəm ki, uzun müddət hazırlaşdınız. Necə olacaq, nə cür olacaq, yeniliyə imza atmaq necə qarşılanacaq və daha ətraflı festivalla bağlı istəyərdim sizdən başlayaq. Buyurun. Təşəkkür edirəm. Biz bugün tam əminliklə deyə bilərik ki, Azərbaycanda, həm də artıq Qafqazda ilk süni intellektə fokuslanmış festival həyata keçirdik. Ümumilikdə dünyada baxsaq, bu süni intellektlə tərtib olunmuş filmlər festivalı artıq yeni başlayır və bu mədəni innovasiyaya da çevik reaksiya vermək biz tərəfdən olduqca faydalıdır. Və onu deyim ki, biz olduqca əslində qısa bir müddətdə bu ilin ortalarından qərar verdik ki, artıq biz bunu bu il keçirək və qısa müddətdə komandanı formalaşdırdıq, müraciət qəbulunu açıq elan elədik. Həm yerli, həm beynəlxalq filmlər müraciət üçün qəbul olundu. Ümumilikdə hardasa 10-a yaxın ölkədən 20-dən çox film daxil oldu. Tam süni intellektlə hazırlanmış. Festivalın konsepsiyasında əslində belə idi ki, iki kateqoriyada yerli və beynəlxalq müsabiqədə qəbul edirdik. Həm ənənəvi qaydada çəkilmiş filmləri, eyni zamanda da tam süni intellektlə tərtib olunmuş filmləri qəbul edirdik. Və ənənəvi filmləri süni intellekt jüri qiymətləndirirdi. Süni intellektlə tərtib olunmuş filmləri isə yerli kinematoqrafçılar, yəni insan qiymətləndirirdi. Belə bir simbiyoz eləməyə çalışmışdı. Çox maraqlı alınıb. Mən çünki müəyyən ətrafımızda kinonu sevən insanlar var. Mən buradan Rəşadı salamlayıram. Rəşad bizim əziz dostumuzdur və bilirik ki, o insan kino ilə yaşayır və bu festivalla bağlı bütün məlumatların hər birini, video görüntüləri göndərəndə baxdım da oradan da qürur hissi keçirdim. Və əlbəttə ki, hal-hazırda media direktoru Səməd Ağayev də bizimlə bərabərdir. Səməd, xoş gördük səni. Mütəmadi olaraq sənət adamlarından xüsusi bir layihə olaraq podkastlarını izlədik, baxdıq. Çox maraqlı yanaşmam var sənət adamlarına, dəyərli sənətkarlara, onların fikirlərinə. Bəs bu layihəyə gəlib çatanda media direktoru olaraq əsas məsələ nə idi qarşında dayanan? Əslində mən ilk növbədə onu vurğulamaq istəyirəm ki, həm Murad Şükürlü, həm mən, həm Mirvüqar Abdulov, həm festivalın direktoru Sahil Məmmədov, biz qrup yoldaşıyıq. Yəni biz birlikdə kino rejissorluğu üzrə İncəsənət Universitetində təhsil almışıq. Bizim bundan öncə də bircə layihələrimiz olub. Deyək ki, Murad mənim filmində prodüser kimi çıxış edib və yaxud da Mirvüqarın filmində aktyor kimi və s. Biz daima birlikdə hansısa bir layihələr həyata keçiririk. Bu ideya, festival ideyası əslində ağlımızda vardı müxtəlif formalarda. Amma məhz süni intellektlə bağlı festival keçirmə ideyasını Murad deyəndə ağlabatan oldu və Muradın iş təcrübəsi də olduğuna görə o bizə planı tam açıqladı ki, həm nə cür bir şey etməliyik, həm də bu bir növdə bir çağırış idi. Biz sübut etmək istəyirdik ki, həm özümüzə də biz bunu edə bilərik və öz gücümüzlə bunu həyata keçirə bilərik. Və yəqin ki, digər tərəfdən də bir çağırış süni intellektdən faydalı bir şəkildə yaradıcı insanlar üçün fərqli çağırış idi. Çünki süni intellektlə filmlər dediyiniz kimi dünyada bu kimi layihələr, festivallar hələ yeni keçirilir, amma həm də trenddir. Amma yəqin ki, keçirilməkdə əsas məqsədlərdən biri yaradıcı insanlara
ənənəvi kino üsulları ilə bir araya gətirmək və onlar üçün yeni bir mühit yaratmaq. Çünki dediniz burada həm də süni intellektin dəyərləndirməsi də var. Həm bu iki yanaşmanı bir-birinə qarşılaşdırmaq yəqin ki, yeni bir ideyalar da ortaya qoyur. Bəli, burada yenə də deyirəm, biz hər ikimiz, daha doğrusu hər dördümüz festivalın əsas heyətinin 4 nəfəri bu sahədə təhsil aldığına görə sinemadan gələn şəxslərin bu festivalı təşkil etməsi həm də bir ənənəvi sinema ənənələrini də qorumaq, düzgün dəyərləndirməyə, orada nəticə olaraq, nəticə etibarı ilə müəyyən qədər nail olmaq məsələsi var. Çünki bu sahədə hazırda süni intellektlə filmlər hazırlayan və yaxud da digər məzmunlar hazırlayan insanların bəlkə də əksəriyyəti ənənəvi sinemada çalışan şəxslər deyil. Bəzilərinin hətta sinema sahəsində təhsili belə yoxdur. Amma biz bu sahədə təhsil aldığımıza görə, həm də praktiki bilgilərimiz də olduğuna görə hər birimiz həm müxtəlif filmlərdə çalışmışıq, həm öz filmlərimizi çəkmişik, ssenari yazılışından tutmuş, bütün mərhələlərində iştirak etmişik deyə biz burada texnologiya ilə yaradıcılığı bir araya gətirib, buna daha gələcək üçün faydalı bir yön verməyə təkan vermiş. Bilirəm, bu mövzu hal-hazırda çox maraqla danışılır, deyilir, amma mənim sənət yoldaşlarım, indi mənim də bir 25-26 illik teatr, aktyorluq təcrübəm var deyə biraz narahat olduq ki, intellekt bizi kənarda qoyacaq yoxsa yox. Və mən indi istəyərdim ki, dərhal filmə keçək. Nəyə görə? Çünki biz tamaşaçılarımıza danışırıq, amma o görüntüləri də təqdim etməliyik. Hansı ki, yerli nominasiya üzrə qalibimiz Xətai filmi oldu. 12 dəqiqəlik qısa metrajlı bir filmdir və istəyirəm sizdən də bir nəsə eşidək söz, sonra təqdim eləyək ki, tamaşaçılar baxsın, görsün ki, süni intellekt vasitəsilə ərsəyə gəlmiş film necə görünür. Rəvan Muradov. Bəli, Rəvan Muradov. Ümumiyyətlə, özümü tanıdım ki, bundan əvvəl animasiya sektorunda işləmişəm. Balta animasiya serialı var, hansı ki, Azərbaycan tarixinin ilk animasiya serialıdır. Bunu ərsəyə gətirmişik. İndi isə süni intellekt sahəsinə daha çox maraq göstəririk. Məsələ daha çox fikirləşirəm ki, odur ki, yəni bir sahə yeni yaranıb, hansı ki, biz bir çox sahələri Azərbaycan olaraq çatdırmamışıq qabaqlamağa. Ancaq bu sahə yeni yaranıb və biz vaxtında girmişik. Azərbaycanlılar aktiv şəkildə bu sahədə fəaliyyət göstərir, yaradıcı süni intellektdə. Ona görə heç bunu keçitməmək, davam eləmək, festivallar eləmək lazım idi. Sağ olsun dostlar eləyir və maraq artır. Və biz süni intellektə bir ehtimal veririk ki, biz eyni şərtlər altında artıq xaricilərlə döyüşürük, bir növ rəqabət aparırıq. Çünki hamımız oturub kompüterdə evimizdə bu işi görə bilirik, böyük büdcələr gərəkmədən. Filmim isə Xətai filmidir. Bu Şah İsmail Xətainin uşaqlığından şahlığına doğru gedən dövrdən bəhs edir. Tezr izləyək? Bəli, izləyək. Gəlin, hal-hazırda tezr izləyək, ondan sonra söhbətimizi davam etdirəcəyik. Sizi bura qədər gətirən nədir? Şeyx Heydər öldürüldü. Bütün Şeyx Heydər nəsli yox edildi. Birindən başqa. Etdiyim ortamın gözdəsiyəm, tək gözümün özgəsiyəm. Kimiləri mənə pik, kimiləri heç, kimiləri söz bəsiyəm. Daha eləmir qul beləkar mənə, hər şey var mənə. Qızdan adıvarımızı geri götürməyə gəldim. Şəhərimi qaytar mənə, mənim şəhərimi qaytar mənə. Bizə görə ölən ataların oğullarıyıq. Şəhərimi qaytar, bizə görə nəfəs alan alaların oğullarıyıq. All for the best, heç vaxt dilə gətirmirəm əfsus heyn. Nə də məhbus beyin, saxlamayın nə də əfsus deyin. All for the best, gözləri yol çəkən hər kəsə getsin deyin. Yerinə gələcək giriləri təklik, özlərə məhbus deyin. Məsələ qılıncda deyil, onu tutan biləkdədir. Amma bəzən biləkdə deyil, onu yönəldən niyyətdədir. Çox maraqlı idi. Mənə gəlir ki, bu filmi izləyə bilərlərmi tamaşaçılar nə vaxtsa, yoxsa hələ yox? Bir həftə sonra artıq YouTube-dan izləyə biləcəklər. YouTube-dan izləyə biləcəklər, rahat bir şəkildə. Və izlədiyimiz tizrdə məndə belə bir sual yarandı. Misal üçün, süni intellektlə hazırlanmış film. Burada ayı nə edir, insan nə edir? Yəni, insan yaradıcılığının rolu burada nə qədərdir? Ssenari olaraq, rejissor olaraq sizinlə süni intellekt qarşı-qarşıya necə gedir proses? Filmin özünə baxsaz, sonunda belə bir titr yazmışam. Bu filmdə ssenaridən başqa bütün mərhələlər süni intellekt alətləri ilə yaradılıb.
Əlbəttə, ssenarini yazdıqdan sonra bir-bir səhnələri əlbəttə ki, özüm fikirləşib, kadrların, rakurslarını özüm fikirləşib, yəni promptu verirəm, yəni əmr verirəm süni intellekt alətlərinə. Yəni burada rejissor rolunu da sizdə siz Rejissora ehtiyac var, operatora ehtiyac yoxdur. Rejissora ehtiyac var, səhnə rəssamına ehtiyac yoxdur. Belə bir hal alır. Təşəkkürlər fikirlərinizə görə. Mən operatorlarıma burada baxıram ki, gördüyünüz kimi filmlərdə operatorlara ehtiyac yoxdur, amma hər zaman da var. Mirvüqar Abdulov, art direktor bizimlə bərabərdir. Mən xüsusilə burada baxıram, məlumatlar var əlimdə ki, kreativ direktorumuz da Mələkə xanım da var. Yəni, onun da zəhməti varsa, onu da unutmayaq. Buradan müəyyən səbəblərdən iştirak edə bilməsə də salamlarımızı və təşəkkürlərimizi bildirək. Mirvüqar Abdulov, art direktor, sizin əsas bu festivalda məqsədiniz nə idi? Hansı işi görməliydiniz və hansı işin də ötəsindən gəldiniz? Əvvəla bizi izləyən tamaşaçılarımızı salamlayıram və xalqımızı Milli Dirçəliş Günü münasibəti ilə təbrik edirəm. Festivalla bağlı ümumi əvvəlcə danışım ki, süni intellekt anlayışı demək olar ki, artıq həyatımızın hər yerindədir və bu gündən-günə artmağa da başlayır. Murad bəy ilk dəfə mənə bu festivalı keçirəcəyimizi deyəndə və mənim də burada art direktor vəzifəsində çalışmağımı məndən istəyəndə bu həqiqətən məni çox həyəcanlandırdı və həm də sevindirdi. Çünki artıq bilirdim ki, mənim üzərimə çox böyük bir vəzifə düşür. Çünki artıq bəllidir ki, bu ənənəvi film festivallarının fərqi olacaqdır. Biz burada süni intellekti bir növ vizual formada göstərməliydik və çalışdıq ki, füturistik bir dizayn ortalığa çıxaraq. Çünki süni intellekt özü anlayışı müasirlik, gələcək, texnologiya deməkdir və bunu da indi görürük. Və çalışdıq ki, bunu vizual formada necə bir həll yolu tapaq. Bir çox, belə deyək, eko tullantılardan və s. elektron cihazların tullantılarından, LED işıqlandırmadan, xüsusi proyektorlardan istifadə elədik ki, festivalımızda daha füturistik, maraqlı və kreativ bir məkan yaradaq. Və eyni zamanda bizim demək olar ki, bütün sosial şəbəkələrdəki məlumatlarımız, dizaynlarımız, ümumi filmlərin göstəriləcəyi stillər, dizaynlar, bunların hamısını tamamilə AI, belə deyək, süni intellektin göstəriləcəyi formada dizayn elədik və yenilikçi bir formada təqdim etdik tamaşaçımıza. Murad, mən istərdim belə bir sual verim, çünki söhbətimizin artıq yavaş-yavaş sonuna doğru gəlib çatırıq. Biz bilirik ki, Azərbaycanda filmlərlə bağlı keçirilən bir çox festivallar var və hətta son festivallardan biri də aparıcısı olduğum üçün bilirəm ki, mobil telefonlarla çəkilmiş filmlərin festivalı var idi. Süni intellektlə çəkilmiş filmlər, özdə qısa metrajlı filmlər festivalına başlayarkən yerli və beynəlxalq müraciət etdikdə cavablar necə idi? Süni intellektlə bağlı film festivalında doğru dediniz ki, Azərbaycanda müxtəlif istiqamətlərdə var. Həm sənədli filmə fokuslanmış bədiyyə, animasiya və mobil telefondan çəkilmişə də. Dünyada da bu istiqamətdə var, amma süni intellektin yerlidə olması çox önəmlidir. Biz çünki xarici festivallarla müqayisə etdikdə gördük ki, onlar da yeni-yeni başlayır və bir-birinin təcrübələrindən faydalanır. Biz isə müraciət qəbuluna baxdıqda yerlidən gələn filmlərin, hətta bəzən beynəlxalqdan gələn filmləri üstələdiyini keyfiyyət baxımından gördük və eyni zamanda da marağın daha çox olduğunu gördük. Bu səbəbdən də Rəvanın da dediyi kimi bu istiqamət, bu sahə yeni-yeni formalaşdığı üçün bizim də yerli müəlliflərin təcrübəsinin bu sayda artırılması üçün bu kimi yerli təşəbbüslər olduqca önəmlidir və biz də bu festivalın əslində uzun ömürlü olmasını arzu edirik. Biz də arzulayırıq, hər zaman da yanınızdayıq, dəstəyi sizə. Mən bilirəm ki, kino ictimaiyyəti də sizi çox böyük sevgi ilə qarşıladı, bu ideyanızı dəstəklədilər. Bir daha istəyərdim ki, dəyərli dostum Rəşad Qasımov da təşəkkürümü bildirim, əziyyəti olan hamıya təşəkkürümü bildirim ki, bəli, burada yaranmış olan yeniliklərin hər biri və xüsusilə Rəvanın dediyi o sözlə istərdim ki, söhbətimi yekunlaşdırım ki, bu Azərbaycanda ilkdir və dünyada da bu ilklər hesabı olunduğundan biz burada liderliyimizi qoruyub saxlaya bilərik. Və çox sağ olun ki, bir-birinizə dəstək olursunuz gənclər, bir-birinizin yanındasınız, uğurlara imza atırsınız və böyük məmnuniyyətlə gözləyəcəm ki, bu Xətai filmini izləyim, 12 dəqiqə olmağına baxmayaraq böyük məmnuniyyətlə izləyəcəm və odur ki, bu sahəyə marağınız varsa mütləqdir ki, müraciət edin, dostlarla əlaqə yaradın
qatılın və dəstək olaq. Çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun. Xatırladaq ki, qonaqlarımız festivalın təsisçisi Murad Şükürlü, media direktor Səməd Ağayev, art direktor Mirvüqar Abdulov və gəlib çatdırıq yerli nominasiya üzrə qalibimiz Xətai filmi üzrə qısa metrajlı Rəvan Muradov. Uğurlarınız bol olsun. Uğurlar. Çox sağ olun. Təşəkkür edirik. Nə yaxşı ki oldu sizinlə görüşdük, söhbət etdik. Var olasınız. Çox sağ olun. Hal-hazırda isə əziz tamaşaçılarımız gördüyünüz kimi süni intellektlə hazırlanmış filmlər festivalından danışdıq.